Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 2026-cı il 1 aprel tarixində Bakı şəhərində yerləşən hərbi memorial məzarlıqda 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən Vətən müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycanın milli qəhrəmanı Həmidov Şükür Nərimanoğlunun doğum günü ilə əlaqədar tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və güldəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Elşad Əbilov bildirdi ki, bizim qələbəmiz tarixi qələbədir. Azərbaycan əskəri qəhrəmanlıq nümunəsidir. Azərbaycan ordusu döyüşlər zamanı öz dözümü və peşəkarlığını nümayiş etdirdi. Bütün bunlar cənab prezident İlham Əliyevin uzaqgörən məqsədyönlü siyasətinin nəticəsidir. Tədbirdə Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev çıxış edərək bildirdi ki, sentyabrın 27-sindən başlayan 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək qələbə qazandı və tarixi ədaləti bərpa olundu. Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdi ki, Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki, biz torpaqlarımızı düşmənlərdən azad edək. Tədbirin sonunda şəhid, milli qəhrəmanımız Şükür Həmidovun qardaşı Əsəd Həmidov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Başkomandan Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Şükür Həmidovu hörmətlə, qürurla anırıq, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.